qalmışdıq Şah 1-ci Abbasda. Şah 1-ci Abbas 1587-ci, 1629-cu illərdə hakimiyyətdə olmuş Səfəvi hökmdarıdır. Hansı ki, ölkənin böhran dövründə, ölkənin dağıldığı bir dövrdə hakimiyyətə gəlmişdi. Biz bundan əvvəlki videomuzda qeyd etdik ki, o məcbur qalıb Osmanlılarla 1590-cı ildə 1-ci İstanbul sülh müqaviləsini imzalamış və demək olar ki, bütün Azərbaycan torpaqlarını 6 bölgə istisna olmaqla hamısını Osmanlı qoşunlarına vermişdi. Məhz bu böhrandan çıxmaq, ölkənin itirilmiş torpaqlarını geri qaytarmaq, daha sonra zəifləmiş iqtisadiyyatı dirçəltmək üçün Şah 1-ci Abbas hakimiyyətə gəldikdən sonra müəyyən islahatlar həyata keçirəcək. Onun islahatları hərbidir, inzibatidir, vergidir və s. kimi sahələri əhatə edir. Biz bugün birinci olaraq danışacağıq Şah 1-ci Abbasın hərbi islahatından. Hərbi islahatında o, tayfa seçimində irsilik prinsipini ləğv eləyəcək. Tayfa başçısı vəzifəsinə sadəcə şahın rəğbətini qazanmış adamlar gələ bilər. Sonra qızılbaşlar tərk silah olacaq. Qızılbaşlar tək başına yəni silah gəzdirə bilməz. Silah gəzdirə bilməzlər. Yəni qətiyyətlə qadağandır tək başına silah gəzdirmək. Bundan sonra yeni qoşun növləri yaranacaq. Məsələn, hansılar? Topçular, tüfəngçilər, sonra qulamlar, sonra süvari qoşunu. Hər birisinin müəyyən geyimləri, müəyyən rütbələri və müəyyən vəzifələri var. Yəni, hərbi islahatın əsas mahiyyəti budur. Daha sonra o inzibati islahat keçirəcək. Onun inzibati islahatına görə 1593-cü ildə Vahid Azərbaycan Bəylərbəyliyi yaranacaq. Zülfüqar bəy Qaramanlı ilk Bəylərbəy vəzifəsinə təyin olunacaq. Daha sonra 1598-ci ildə paytaxtı Qəzvin şəhərindən İsfahan şəhərinə köçürəcək. Bu arada dövlətin ilk paytaxtı Təbriz olub. 1555-də Qəzvinə köçürülüb. Daha sonra 1598 isə Qəzvindən İsfahana köçürüləcək. Bundan sonra o Qəznəlilərin könlünü almaq üçün onlara Abbasabad adında bir şəhər saldıracaq. Abbasabad şəhər saldıracaq bu formada. Dövlətin müəyyən qədər itirilmiş iqtisadiyyatını, itirilmiş qüdrətini bərpa eləyəcək, amma dövləti tam şəkildə dirçəldə bilməyəcək. Çünki Abbas dönəmində də münaqişələr olacaq. Yəni bu biz videomuzda gördüyünüz üzrə Abbas dövrü yazmışam. Abbasın sadəcə islahatlarından yox, konkret elə Abbasın öz hakimiyyət illərindən danışacağıq. Hansı ki, Səfəv-Osmanlı müharibəsinin növbəti mərhələləri də bu videomuzun mövzusudur. İndi isə keçək Abbas dövründə baş verən münaqişələrə və müharibələrə. İndi isə gəldik Şah 1-ci Abbasın dövründə baş verən hadisələr, münaqişələr və müharibələrə. Şah 1-ci Abbas hakimiyyətə gəldikdən sonra Ağqoyunlu Uzun Həsəndən oxşar cəhət olaraq o da xarici dövlətlərlə əlaqələr yaratmaq istəmişdi. Hansı ki, Romadır, Portuqaliyadır, Venesiyadır və s. kimi dövlətlərlə əlaqə yaratmaq istəmişdi. Hətta Portuqaliya ona müharibədə kömək vəd edəcəyini qeyd eləmişdi ki, ona müharibədə kömək eləyəcək. Və elə belə bir dövrdə Səfəv-Osmanlı müharibəsinin növbəti dalğası başlayır. 1603-1612-ci illəri Səfəv-Osmanlı müharibəsinin növbəti mərhələsi əhatə eləyir. 1603-cü ildə ilk olaraq Səfəvi qoşunu Təbriz şəhərini azad eləyir. Təbriz şəhəri azad olur. Sonra 1603-cü ilin payızında onlar Naxçıvanı, döyüşsüz şəkildə bu arada, Naxçıvanı və Culfanı azad edir. Belə bir dövrdə Ordubad əhalisi Osmanlılara qarşı müharibə qaldırır. Ordubad əhalisi Osmanlıya qarşı müharibə apardığına görə, daha doğrusu üsyan qaldırdığına görə, Ordubad əhalisini Səfəvilər vergilərdən azad edir. Ki, onlar kömək ediblər, yəni belə desək, və Ordubad əhalisi vergilərdən azad edilir. 1605-ci ildə tərəflər arasında Sufiyan döyüşü baş verir. Sufiyan döyüşündə Səfəvi qoşunları Turan taktikasından istifadə edib və bu döyüş müharibənin gedişatını həll edən döyüşlərdən biri olur.
Məhz bu döyüşdən sonra biz Qaradağdır, Tiflisdir, Lorudur kimi vilayətləri azad edirik. Daha sonrası Şərqi Gürcüstandakı hakimiyyətimizə bərpa edirik. Və belə bir dövrdə Şah 1. Abbas da yandırılmış torpaq taktikasını əl atır. Köhnə mənbələrdə bu siyasətə böyük sürgün adı vermişdir. Lakin hal-hazırda böyük sürgün əvəzinə yandırılmış torpaq taktikası deyilir. Artıq biz Təhmasibdən bilirik ki, yandırılmış torpaq taktikası nədir? Xəndəklər doldurulur, malqara aparılır, sonra su xəndəklər doldurulur, əkin sahələr yandırılır ki, düşmənin əlinə hər hansısa bir şey keçməsin. Və elə bu döyüşlərdən sonra Osmanlı qoşunu məcbur qalır və 1612-ci ildə tərəflər arasında 2-ci İstanbul, digər adı ilə desək, Mərənd Sərab Mərənd bundan sonraki döyüşdədir. Sərab sülh müqaviləsi imzalanır. Sərab sülh müqaviləsi 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsinin şərtlərini bərpa edir. Artıq biz Amasya sülh müqaviləsinin şərtlərini bilirik ki, Şərqi Gürcüstan və bütün Azərbaycan Səfəvilərə qalır. Qərbi Gürcüstan, Bağdad və Zəbiraq isə verilir Osmanlı dövlətinə. Yəni bu müharibəmiz də bu formada başa çatır. Lakin bu sonlumu xeyr. Abbas dönəmində Səfəv-Osmanlı müharibəsinin növbəti dalğası da başlayacaq. İndi isə keçək həmən müharibəyə. Abbas dönəmində baş verən Səfəv-Osmanlı müharibəsinin növbəti dalğası 1616-1618-ci illərdə baş verəcək. Bu zaman Osmanlıda da hakimiyyətə 1-ci Əhməd gəlir və bu müharibə bu müharibədə də Osmanlı ilə Krım müttəfiq formada çıxış edirlər. Osmanlı ilə Krımın birləşmiş qüvvələri ilə Səfəv qoşunları arasında 1618-ci ildə Sınıq körpü döyüşü baş verir. Sınıq körpü döyüşündə Osmanlı və Krım qüvvələri məğlub olur və Səfəvilər qalib gəlir. Və bundan sonra Osmanlılar 1618-ci ildə Mərənd sülhünü bağlayırlar. Mərənd sülhü yenə də 1555-ci ildə olan Amasya sülh müqaviləsinin şərtlərini bərpa edir. Yəni eyni şeydir. Bundan sonra artıq Abbas öz fikrini xarici siyasətə daha çox yönəldir və 1621-ci ildə ingilislərlə dostluq, əbədi dostluq haqqında müqavilə imzalayır və 1622-ci ildə ingilislərin əli ilə Hörmüzü azad edir və birləşdirir dövlətə. Lakin bundan sonra Səfəv-Osmanlı müharibəsinin yenə də növbəti dalğası başlayacaq və bu artıq Abbasın biraz daxil olduğu sonuncu müharibədir. İndi isə keçək digər mərhələmizə. Abbas dönəmində baş verən Səfəv-Osmanlı müharibəsinin növbəti mərhələsi 1622-1639-cu illəri əhatə edir. Bu səfər necə olacaq müharibə? Osmanlı dövlətinin daxilində müəyyən münaqişələr, daxili çəkişmələr gedir və Abbas bundan istifadə edərək Osmanlılar üzərinə hücumlar eləyir. Müharibə 1622-ci ildən 1639-cu ilə qədər davam edir. Lakin biz artıq görürük ki, Abbasın hakimiyyəti 1629-a başa çatır. Yəni Abbas bu müharibəni başa çatdıra bilməyəcək. Abbasın yerinə 1629-cu ildə nəvəsi 1-ci Səfi hakimiyyətə gələcək və Səfi hakimiyyətə gəldikdən sonra 1639-cu ildə Osmanlı qüvvələri ilə Qəsri Şirin müqaviləsini bağlayacaq. Qəsri Şirin müqaviləsi də yenə də 1555-ci ildə olan Amasya sülh müqaviləsinin şərtlərini bərpa eləyəcək. Bu formada. Bununla da Abbas dönəmi yekunlaşdırdıq. İndi bir daha qısa şəkildə yadımıza salaq ki, hansı müharibələr oldu və müharibə kimlər arasında oldu. Deməli, müharibəmizin birinci mərhələsi 1514-1555-ci illəri əhatə elədi. Çaldıran döyüşü ilə başladı. Amasya sülhü ilə başa çatdı. Hakimiyyətdə kimlər oldu? 1-ci Səlim, o tərəfdə 1-ci Səlim. Bizdə də Amasya sülh müqaviləsini imzaladı 1-ci Təhmasib. Müharibənin başlanğıcında isə Şah 1-ci İsmayıl hakimiyyətdə idi. Növbəti mərhələmiz 1578-1590-cı illəri əhatə edir. Başladı Çıldır döyüşü ilə, başa çatdı 1-ci İstanbul sülhü ilə. Bizdə artıq hakimiyyətdə kimdir? Xudabəndə başlatdı, Abbas sona yetirdi. Müharibənin sonraki mərhələsi 1603-1612. Elə başlatdı Abbas, bitirdi Abbas, Abbasda
Abbas başa çatdırdı 2-ci İstanbul, yəni Səraf müqaviləsi ilə. Daha sonra növbəti mərhələmiz hansı olacaq? Növbəti mərhələmiz 1616-1618. Yenə də Abbas. Bu səfər də Mərənd sülhü. Sonraki mərhələmiz hansı olacaq? 1622-1639. Başlatdı Abbas. Başa çatdırdı 1-ci Səfi. Bağlandı Qəsri Şirin müqaviləsi. Bununla da Abbasın hakimiyyətini nəhayət etibarilə sona çatdırmış olduq. Abbas demək olar ki, Səfəvilərin sonuncu qüdrətli hökmdarı idi.